Bir sıra hallarda ölüm haqqında tibbi şəhadətnamənin alınması vətəndaşları bəzi problemlərlə üz-üzə qoyur. Tibbi şəhadətnamənin verilməsi qaydası şəxsin ölüm hallarından asılıdır. Məsələ ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzindən bildirildi ki, əgər ölüm hadisəsi evdə baş verərsə, təcili və təxirə salınmaz tibbi yardım çağırılmalı və həkim tərəfindən ölüm hadisəsinin təsdiqlənməsi barədə xəbərdarlıq vərəqəsi doldurularaq ərazi üzrə hüquq mühafizə orqanlarına məlumat verilməlidir. Daha sonra həmin xəbərdarlıq vərəqəsi vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi tibbi sənədlərə əsasən ölüm haqqında tibbi şəhadətnamə verir. Amma bəzən bu şəhadətnaməni almaq üçün məhkəməyə müraciət edilməlidir. Əgər xəstənin poliklinikada qeydiyyatı olmayıbsa, poliklinikaya müraciəti olmayıbsa və xəstəliyi barədə heç bir tibbi sənədlər yoxdursa, ölümün səbəbi həkimə qədər ölüm olduğu üçün məlum deyilsə, belə olduğu hallarda ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunmalıdır. Məsələni analiz edən ekspertlər problemin həllini sistem pəncərəsinin yaradılmasında görürlər. Belə ki, şəxslər haqqında bütün məlumatlar bir pəncərə üzərində toplandıqda, vətəndaşlar həm dəfinlə bağlı icazəni, həm də sosial təminatla əlaqəli məsələləri vaxtında həll edə bilər. Milli Məclisin üzvü Müşfiq Cəfərov isə ucqar rayonlarda yaşayanları nəzərə alaraq çıxış yolunu mobil xidmətlərin yaradılmasında görür. Çünki bu kimi ərazilərdə ölüm hadisəsi baş verdikdə vətəndaşların rayon mərkəzinə gəlməsi çətinləşir. Mobil olduğu təqdirdə artıq dövlət qurumu məhz o kəndlərə mobil demək avtomobilləri ilə gəlirlər və o xidməti göstərirlər. Bundan başqa düşünürəm ki, həm psixoloji, həm hüquqi yardım xidməti yaratmaq olar ki, məhz demək həyatını itirən şəxsin yaxınları üçün, qohumları üçün, əzizləri üçün o xidmət faydalı ola bilər. Ümumiyyətlə düşünürəm ki, bu prosedurların asanlaşdırılmasına, əlçatanlığına ehtiyac var. Görünən odur ki, əgər vəfat edən şəxs naməlum səbəblərdən dünyasını dəyişibsə, qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət olunmadıqda məsələ xeyli çətinləşərək məhkəmə prosesinə gətirib çıxardır. Qeyd edək ki, bu sənəd olmadıqda vətəndaş dəfn pulunu vaxtında ala bilmir.